Kanalımızın izləyiciləri, hər vaxtınız xeyir olsun. Sizləri Bərdə Maşın Bazarından salamlayırıq. Maşınların qiymətləri ilə maraqlanıb sizləri tanış edəcəyik. Qardaş, Allah xeyir versin. Sağ ol. Maşınımız BMW X5. Abi, Buyurun, məlumat vereyim, bilək necə maşındır? Maşın X5'dir, 3 motordur, il 2007'dir. Maşın yaxşı vəziyyətdədir, heç bir problem yox. Çoxdan işlədirsiniz? 2 ildir məndən. Etibarnamə Formut. Etibarnamə ilə. Sənədlərində problem yoxdur, yəni Yox. alıq-satqıda. Yox, heç nə yox. Heç nə yox. Bax, yaxşı. Maşın saz Alandan sonra xərcləriniz nə oldu? Nə düzəltdirmisiniz? Vallahi heç nə motor əl gəzdirməmişəm, perodok yaxşı. Perodoka baxmışam da, bir dənə perodok. Səs-küyü var idim, yoxsa? Mən alanda vardı. İndi yox. İndi hazırda yox. Heç nə. Motor deyirsiniz 3 motordur. 3 motor sadə motor, benzin. Benzindir. Van solu da bunlarda, BMW-lərdə. Orada problem yoxdur ki, van solu səs planı yoxdur. Yox, heç nə yox. Motor özü bilmirsiniz, açılıb yığılıb. 180 min göstərir. Yox, yığılmır. Kilometrləndir, minləndir? Minləndir. Amerikankadılar. Bəli, Amerikanka. Aha. Motor yaxşı. Yaxşı, korobka yaxşı, difir Korobkada yaxşı. gecikmə falan yoxdur. Yoxdur, yox. Heç Dördü nə. də çəkirmi? 4 çəkən də. Avtomatikdir yoxsa nəsə əllə mi qoşulur? Yox, avtomatik. Özü istədiyi vaxt qoşulur. Özü rejimli var da, çəlində Necədir? Diferdirmi, nədir? Bunlarda səs falan yoxdur ki? heç bir şey yoxdur. Altı yaxşıdır. Dağa daşa qaldırıb nəsə vurasan, qəzəsən, dağda. Yox, elə şey yox. Aha, maşınınızın altı təmiz. Heç bir problem yoxdur. Perodokda səs-küy hazırda yoxdur, Yoxdur. deyirsiniz. Təkərlər yaxşıdır. Bəli, 4 də yaxşı. Kim alsa var yoxladar da. Disklərdə çat falan yoxdur ki, zaten. Yoxdur, yox. Dəyişilən nəsə yoxdur. Heç nə. Qapı, kril, kapot. Yox. Kraska necə? Kraska kusok var bir dənə. Bir dənə qapıda kusok kraska var, vəssalam. Maşınımızın aynaları təmizdirmi? Yoxdur ki, çatı qırılır. Yox. Bir dənə sədəf boyda çıxdaq var, sərnişin tərəfdən də heç hiss olunmur. Maşın panorama lüktür. Tonlu panoramadır. Sizə yenə qızdırıcıdır, kondisionerdir, avtopilotdur. Elə bilən bunlar standart paket olur, yoxsa fərqlilər olur bunlar? Sadə forması olur, yoxsa? Olur da, olan da var, olmayan da var da. Mən bunları adətən belə deyim də üst səviyyə maşınlardır deyə. Yox, mən öz maşınımdır bu, yəni özüm üçün. Yəni alver məqsədini almamışam. Şiti təmiz, yoxdur heç bir Yox, ləkəsi. yox. Oturacaqlar dəri salondur, çıxollanıb, yəqin ki orada da zədə olmaz. Yox, kim istəsə sök. Düymə ilə idarə olunur, oturacaqlar, yəni yaddaşlıdır. yaddaşlıdır. Paketdamsa, yaddaşlıdır. Maşınımız çox funksional maşındır. Kondisioner necə işləyirmi? Hə, işləyir buz kimi. Lap yaxşı. İşləyir, kondisioner işləyir, sizdə qızdırıcısı işləyir. Yanacağı deyin də bizə. Əsas bunun yanacağından ehtiyat eləyirlər. Yanacağı 3 motor, 4 göz qədər yanacaq yandırır. Deyirsiniz 10-12 litr. 10-11. 10-11, yəni onun aynı yox. Qəşəng. Yanacaq o qədər yandırır. Əlavədə kimi sual olsa yəqin sizinlə əlaqə saxlaya bilər. Problem yoxdur. Qiymətini deyə bilərsinizmi? Qiymətini 25 minə deyirəm də. 25-ə deyirsiniz, endirim də eləyəsiniz. Olar ha. Olar. Görmək istəyən hara gəlsin? Görmək istəyən mən Beyləqanda yaşayıram. Beyləqanda yaxınlaşıb maşınımıza baxa bilərlər. Problem yox. Uğurlar arzu edirəm qardaş. Çox sağ ol, təşəkkür Siz edirəm. də sağ olun. Alt hissəsi necə? Asandır açmaq altını. Buralar nəsə göstərmək olur, dəmir hissəsi falan nə yoxsa? Çətindirsə qalsın. Dəyərli izləyicilər, bax bu gözəl qaqaşımız gətiribdi babasının maşınını satmağa. Maşınımız da Renault Megane, elə? Renault Megane, bəli. Hə, buyur məlumat ver. 2001-in maşınıdır. Kondisioner işləyir. Hər şey işləş vəziyyətdədir. Ud məsələn. Nə vaxtdan baban işlədir bu maşını? Neçə ildir? 7 aydır. Etibarnamə ilə yoxsa formut elətdirib? Form tərəfdə. Öz adınızda olan maşındır, eləmi? Hə. Alandan sonra xərcləriniz nə oldu?
Nəsə düzəltdirmisiniz? Pompa dağılmış. Aha. Suyun pompasını deyir dəyişdirmişəm, başqa heç bir şey. İki motordur. Motor İki motor. 2 dizeldir, İki mexanika, benzin. benzin mühərrikdir. Necədir mühərrikin vəziyyəti? Qəşəng, əla vəziyyətdədir. Yağ azaltma, səs yoxdur ki. Xeyr, 338 min göstərir. Kilometrlə də yəqin ki. Hə, mil olmaz məncə, kilometrdir. Bunlar elektron pribordu müdaxilə eləmək. Korobkası mexanikadır. mexanika falan. Korobkanın vəziyyəti necə? Yaxşıdır? Əladır. Korobkada deyir yaxşı. Ön çəkirmi, arxa çəkirmi, yoxsa dördü də çəkirmi? Dördü də səs. Pastənin ön çəkir, arxanı da qoşmaq olur, yoxsa necə? Dörd çıxacaq. Ekonomi olsun deyə açılır. Hə, siz özünüz nəsə kimsə açıb da? Mən alanlara olmayacaq. Aha, ön çəkir. Hə, sağ ol. Necədir? Səs küyü yoxdur ki? Xeyr, heç nə yoxdur. Yəni onlar baxanıq gəlir. Altında zədə yoxdur. Xeyr, Altında yoxdur. polunda. Pol da təmiz. Təkərlərdəki normaldır. Peredokda səs küyü yox. Xeyr, Dəyişilən nəsə varmı? Qapı, kril, kapot. xeyr, yoxdur. Kraska vurulmuş olar. Kraska dekor idi. Bunlar yerdən aşağı bir rəng idi. Aha, bir rəng. yardan aşağı bir rəng idi. Bunlar bir rəng idi. Ama- Bura bir rəng. Mən bu ayrı öz rəngində boyadım. Aha, eyni rəngdə eləmisiniz. Sənəddə var idimi elə dekor olduğu? Yox, rəng Elə belə yazılmışdı. Aha, yəni deyirəm sonra problem olmur. Yox, yox, kök yaşıl yazılır. Yəni kraskalı eləyəndən sonra aformik eləmişəm. Daha iyi də öz adına tərtəmiz. Bəli. Aha, qəşəng. Təxs motoru, sığortası hamısını elədiyim 2 aydır. Sənədləri qaydasında. Hər şey Bəli, qaydasındadır. Aynalar salamatdır. O üstdən gedən kantı elə biləm yoxdur, hə? Belinin Kantı kraskada çıxardıqla yapışdırmaq lazım. varı da mı? Özü Bəli, var. ön aynasında sədəf boyda bir dənə çırtdağı var. Şiti təmizdir, eləmi? Bəli. Bəli, Şiti təmiz. yaxşı. Oturacaqlar dəri salondur. Oturacaqlar dəridir. Dəri, koş. Zədəsi yoxdur ki. Xeyr, Oturacaqlar yaxşıdır. Aha. Baxdığınızda görmək. Dördü də düymə ilə qalxır aynaları. Bəli, qalxır. Kondisioner də deyirsə yaxşı işləyir. Yaxşı, bu sınız olur. Qiyməti neçə? Qiyməti nə bilim 7-5 deyirik. Aşağı yeri olacaq. 7500-ə deyirsiniz. Bəli. 7-dən aşağı düşmək olacaq 7000-dən. Hansı rayondadır? Şəkiləm. Şəki şəhərindədir maşınımız. Bəli. Uğurlar arzu eləyirəm. Sağ ol. Siz də sağ olun. Qaqaşdakı dostlarına salam göndərə bilər. Salam Göndərsən? göndərim abdan baxan dostlarıma. Hansı məktəbdə oxuyursan? Şəşlənir, qorxmuq səndə. Qorxmuq sən. Neçənci sinif? 7-ci. 7-ci sinifi bitirdin ucu. Bəli, bitirdim. Mən də sənin dostlarına salam göndərirəm. Sağ olun. Sağ ol. Qardaş Allah bazar versin. Sağ ol qardaş. 07 maşınınızı satırsınız. Bəli, bəli, bəli. Buyurun məlumat verin bilək necə maşındır? Qardaş, il 2005-dir. 2005. Bir kreli dəyişibdir, bir krel. Yəni ki, dif yerində bir kapili belə səsi yoxdur. Motorda səs yox, korobkada səs yox. 5 korobkadır. Daverni, sığortası hamısı 1 illikdir. Çoxdan müştədirsiniz? Demək olar 7 aydır məndədir. Prosto əskərliyə gedirəm deyə ona görə satıram. Sağ salamat gedirsiniz. Sağ ol qadan hanım. Altında, başında, udarsız maşın, altında başında çürüyüb, çarığı, heç nəyi yox. Alandan sonra xərcləriniz olubdumu? Alandan sonra heç bir yox, bir qəpik heç xərcim olmayıbdı ona. Yəni ki, bir Mühərrik sözlə 06-dır udarsız, bunlar? 06. Necədir mühərrikin vəziyyəti? Yağ Super. azaltması, Heç səsi? bir şey, heç bir şey. Benzini elə eləyir də yəni. Karbyuratordur benzini. düzdür, hə? Karbyuratordur. Təmiz Korobkası? maşındır. Korobkası 5 skorusdur. Atma səsi yəni Heç yoxdur. nə, heç nə, heç bir şey. Diferdə deyirsiniz yaxşıdır. Diferdə heç kapili səs yoxdur. Özə 07-lərdə, 5-lərdə özünüz bilirsiniz də biraz səs olur. Aha. Amma bunda heç kapili də yoxdur. Olmasın. Hə 5-ci skorusa heç səsi, atması, səsi, küyü heç nə Polda yox. çürük, pas. Heç nə, heç nə. Ümumiyyətcə olmayıbdımı? Yoxsa Yo, olanlar yo, çıxır? yo, yo, yo. Bir var isə ola çıxar, heç bu onun olmuyor. Danqrat yerlərdə varmı? Danqrat yerləri əla vəziyyətdədir. Piredokda necə? Səs küy. Viadukda heç nə. Quruntovaya salırsan heç kapili səsi yoxdur. Təkərlər Yaxşı, necə? təkərlər də təzədir. Yaxşı, təkərlər. Deyirsiniz ki, bir təkərlərdir. dənə krel dəyişilib. Hansı kreldir? Sol krel. Sürücü tərəf krel Bəli, dəyişdirilib. bəli. Hazırda da cüzi kosmetik işləri var. Elə belə cüzi var. Gözəlləşdirmək üçün yəni eləmək olar. Ay sağ ol.
Ön aynasında da bir dənə çatı var, elə sərnişin tərəfdədir. Bəli, bəli, O da bəli. heç vacib deyil, amma indi kimsə Yəni- xoşu gəlməz dəyişdirə bilər. Maşın udar görməmiş maşındır. Yəni ki, özəyə yaxşıdır maşının. Prosta elə belə bir də kredi, bir də kosmetika işi var, pis yox. Aha, şitin də üstündə bir neçə yerində çatlar var. Hə, belə şeydir. Sürücü Belə bir tərəf var. oturacaq deyə biləm acınız çöküntü veribdən, yoxsa yaxşıdır? Hada yox, yaxşıdır, yox. Cırığı söküyü yox deyə biləm, normaldır. Normaldır, normaldır. Aynalarda düymə gördüm, işləyirlərmi? Padyomikdir. Ön aynalar. Aha, Ha, lap yaxşı. padyomiklərdir. Maşınımızın pultu da varmı? Pult Apparat sistemidir, pultla bəli, bağlanır. pult sistemidir. Qiyməti neçə? Qiymət 5300-ə. Deyirsiniz yəqin ki. 5300-ə deyirəm. 5-dən aşağı düşmək olar yoxsa son fikir 5-dir? Elə son fikir 5-dir. Görmək istəyən hara gəlsin? Görmək istəyən elə Bərdə rayonuna. Uğurlar arzu edirəm Sağ ol qardaşım. qardaş. Siz də sağ olun. Qardaş Allah xeyir versin. Sağ ol qardaş. 06 maşın satmaq istəyirsiniz. Bəli. Buyurun məlumat verin. Bilək necə maşındır? 84-ün 06-sıdır. Belə, yəni bez problemdir. Noldan yığdırmışıq. Nə vaxtdan sizdədir? Başda 3-4 il olar. Etibarnamə yoxsa format olunub? Yox, etibarnamə ilə generalında Necə? verirsən. Hər dəfə dəyişdirirsinizmi? Bəli. Alqı-satqıda problem olmayacaq. Xeyr. Nə vaxtda da yığdırmağa başladınız maşını? Elə alandan əlimiz üstündədir. Nə qədər xərciniz çıxdı? Başda elə bir 6-7 min oturub üstümüzə. Öz mayasını yeyib, eləmi? Yox, hələ mayadan əlavə. 5-ə almışıq, əlavə bir 6-7 min də üstünə qoymuşuq. Motor nədir bunlarda? Motor üstündən 011 motor olub. Prosto biz 06 motor qoymuşuq. Dəyişilib mühərriki. Bəli, mühərrik dəyişilib. Sənəddə yəni qeyd olunub? Yox, sənəddə qeyd olunmuyor, amma onun sənədini elə bir ki qeyd eləyəcəyik də. Hə, yəni onu Ya- nəzərə alasınız. Hə, ya alan şəxsdən pulundan çıxacağıq, ya da ki Kuzanın da bir kasını görmədik. Bəli. Kuzada bir kasız da elə bilirəm. Kuzan bir kası şeydə var da, bal nömrəsi var orada. Yəni ona görə o yerlərin önəm daşımır. Sənədlər opsi qaydasına qoyasınız. Sənədlər hə, hər bir şey qaydasındadır. Korobka necə? Korobka 5-dir, problemi yoxdur. Dəyişilib o da. Yox. O vaxtı 5 olmayıb da, yəqin sonradan qoyulubdur. Yox, elə biz alandan Hə, belə. sizdən əvvəl yəqin dəyişiblər də. Olar. 86-cı illərdə olmayıb 5. Olar hə, o olar. Əsas odur yaxşıdırmı korobkası? Hə, normaldır. Yəni belə pis deyil. Atma yoxdur ki. Xeyr, Diferdə səs necə? xeyr. Pol necədir? Çürüyü pası var. Sürüyü var idi, çıxartdırmışıq da o. İndi yaxşıdır. Hə, yəni. Qanqrat yerləri salamat. Bəli, bəli. Peredokun səsi küyü necə? Xeyr. Təkərlərdəki yaxşıdırmı? Normaldır. Nakleyka yapışdırılıb amma, ha? Orijinal deyil, formula. Yox, bunlar formula deyil. Yəni formulanın nakleykaları. Aha. Görünüşü daha yaxşı göstərir. Hə, görünüşü daha gözəl. Maşınımızda nə qalıbdı? Zavoddan Bir- gələnlərindən nəsə qalıb yoxsa heç xəbəriniz yoxdur? Demək olar ki, çox şey elə zavoddan gəlmədi. Ancaq işlənilib də. Dəyişilən detallar yoxdur. Hazırda yoxdur kosmetik işi. Bəli? Kosmetik işi yoxdur ki. Yox, kosmetik işlərini özümüz gördürmüşük. Biraz elə belə cüzi əl gəzdirmək lazımdır. Yəni Aynalar təmizdir. Bəli. Yoxdur ki qırığı çatı. xeyr. Şit də elə biləm yaxşıdır, hə? Yoxdur Bəli. çatı. Oturacaqlar da dəyişilib, iczavoddur deyəsən, hə? Bəli? Oturacaqlar da dəyişilib də. Yox, yox. Zavodskoydur. İczavodun oturacaqları. Bəli. Hə, maşınımızın qiymətini deyin bizə. Maşınımızın bugünkü gün qiyməti 5500 manatdır. 5-5-ə deyirsiniz. Hə. 5 verən alan- olsa, 5 verən olsa, Yox, alan adama yəni xüsusi endirim olunacaq. xüsusi endirim nə qədər? Yəni motorun sənədləşməsinin Təxmin nə qədər tutacaqdı onlar? 700-800 manat tutar. Yoxsa Tutar. çox olur. Elə o qiymət tutar. Əsas odur sizlə əlaqə saxlasınlar. Harda görə bilərlər maşını? Beyləqanda. Uğurlar arzu edirəm. Çox sağ ol. Siz də sağ olun. Həmə Allah xeyir versin. Çox sağ ol. Mercedes C-Class. Çeşka deyir yer arasında. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? 99-un maşınıdır, 1.8 motor. 4 ildir bizdədir. Yəni heç bir problemi olmayan, problemsiz bir maşındır. Sənəd nədir sizdəki? Sənədlə sənəd. Sənəd Etibarnamə mi yoxsa aformut? oğlumun adındadır. Oğlumun adındadır. Aformut oğlunuzun adındadır. Bəli. Hə, Mənim lap də yaxşı, sürüş tabelisi var. Belə lap deyək. gözəl. Hə, oğlumun adındadır. Yəni satmaq istəyirik. Sənədləri qaydasındadır. Hər şey qaydasındadır. Hər Alandan şey. sonra nələr xərc etdiniz? Nə düzəltdirdiniz? Alandan sonra belə bir xarc çıxmayıb. Belə deyim ki, təkər dəyişmişik. Bir akkumulyator dəyişmişik. Korobkanın platasını dəyişmişik. Yəni belə. Hə, beynini də. Yox, korobkanın beyni deyə, platası, Aha. plata deyirlər də ona.
Yəni onu dəyişmişik. Yəni belə bir problemi yoxdur, olmayıb. Motorun gücü nədir bunlarda? 1.8 motor gücü bir yalan deyir, onu bilmirəm. Benzindir, eləmi? Benzin. 1.8 motordur. 400 min göstərir. Nə qədər orijinal deyə bilmərik. Amma motorda vəziyyət yaxşıdır, yığılmış olar motoru. Bilmirəm. Mən bizdən irəli yığılıbsa yığılıb, yığılmışsa yəni biz yığmamışıq. Yağ azaltmasıdır, səsidir. Yoxdur. 1 qram yağ azaltması yoxdur. Yağ dəyişəndən dəyişənə bir şey yağına baxırıq. Bax belə bir. Karabkası avtomat karabka. Avtomat karabka. Keçimə vurma yoxdur. Heç bir şey yoxdur. Həm də subtropikadır. Nə deyirlər o bir. Tronik. Hə, ondandır. Diferdə vəziyyət necədir? Diferdə də ürəyin istəyir. Səs eləmir ki. Heç bir səsi yoxdur. Altı necədir? Polo. Çürüməsi yoxdur. Altı dünənki gün ustaya göstərmişəm altını. Təmizdir. Hər şey bir şeylə. Tərtəmizdir. Yəni özümüz də evdə olanda, həyətdə olanda içi təmiz söhmüşük, qoymuşuq yerə. Hər bir şeyinə baxıb təzədən yığılıb. Yəni alan vaxtı. Peradokda səs-küy yoxdur. Heç nə yoxdur, heç nə. Təmiz maşındır. Yəni bu saat al, sür, misal üçün əl vurmadan da belə bir maşındır. Təkərlərdəki yaxşı. Təkərlər də yaxşıdır. Təkərlər də yəni belə. Dəyişiləni bilməyəsiniz, eləmi? Qapı, krel, kapot. Yox, onu bilmirəm. Yəni Amma bizdə heç nə kraskalanmış dəyişməyib. olardı, kraska. Bizdə heç nə dəyişməyib. Kraska gəl bilmirəm, vurulub, onu deyə bilmərəm. Sizdən əvvəl deyərdin ki. 4 ildir bizdə də elə bir şey. 4 il. Luku da açıqdır, işləyir yəqin Luk da ki. işləyir, hər bir şey. İşləməyən heç bir şey yoxdur. Kondisioneri, hər şey işləyir. Ön aynasında çatı var. Ön aynasında elə biz alanda elə olub. Elə çatla almısınız. Daş dəyib üstündə. Digərləri salamatdırmı? Salamatdır, hər bir şey. Düymə ilə mi qalxır? Yan aynalar deyirəm, düymə ilə mi qalxır? Hə, knopka ilə. Hə. Dördü də. Dördü də hamısı. İşləyirlər. Hamısı işləyir. Lap yaxşı. Kondisioner yaxşı işləyir. İşləyir, qəşəng işləyir. Şitin üstü təmizdir. İşləməyən elə bir problemli yeri yoxdur. Hər bir Parça şey. salonda, amma oturacaqlar qəşəngdir. Oturacaqlar hə. Yəqin ki sizdən əvvəl çixollu olubdu, indi çixollu söymüsünüz. Altı təmiz gəlir. Yox, elə bu formada almışıq. İçinə çölünə heç bir şey əl vurmamışıq. Elə bax belə bir formada almışıq. Qəşəng. Pultu da var da bunların. Pultu da var, bəli. Qiyməti neçə deyirsiniz? Qiymətin 12300-ə deyirəm. 12300-ə İstəyər deyirsiniz. olanda 100 manat, 200 manat bizə çıxmaq olar. Belə. 12000-dən aşağı düşməyəsiniz, hə? Yox. Yox, 12000-dən aşağı bu sərf eləmir. Hansı rayondasınız? Göyçay rayonu Ləsibla kəndi. Uğurlar arzu eləyirəm. Sağ olun, çox sağ olun. Yəni Siz də. maşın satmaqda problem olub satmıram. Daha yaxşı maşın alırsınız. Allah qoysa. İnşallah. Allah qoysa. Uğurlar arzu eləyirəm. Çox sağ ol, Allah köməyin olsun. Sağ ol. Həm Allah xeyir versin. Mitsubishi L200 Bəli. satmaq istəyirsiniz. Buyurun, məlumat vereyim bilək necə maşındır. 2009-dur qardaş. 2009-cu ildə. Sizdə nə vaxtdandır? 1 ildir bizdən. Etibarnamə yoxsa form tərətdirmisiniz? Etibarnamə ilə. Vaxtına varmı? Var hə. Sənədlər yəni qaydasında? Hər şey Alıq-satışda qaydasında. heç bir problem olmayacaq? Yoxdur, yox. Lap yaxşı. Alandan sonra xərcləriniz nə oldu maşınımıza? Maşında elə bir xərc çəkməmişik. Elə Necə sürmüş. almısınız o vəziyyətdədir? Bir dənə orada hansısa datik dəyişib. Maşınımız da 252 min göstərir. Aha. 352. 352 min. Bəli. Bilmirsiniz, mühərrik açılıb, yığılıb. Mühərrik açılıbdır. Bizdə yox amma bizdən Sizdən qabaq açılıb əvvəl. yığılıbdır. Bəli. Mühərrikin kubu nədir bunlarda? 2.5-dir. 2.5 dizel olardı. Dizel, Bunlar turbo adətən dizel. Bəli. Turbo dizel mühərrikdir. Bəli. Hazırda yaxşıdırmı? Gözəl, problem yox. Yağ azaltmadır, Heç nə yox. səsdir, Heç nə yoxdur. Nəyi də var, hamısı işləyir. Maşında. karabkası mexanikadır, Mexanikadır. atması falan yoxdur ki orada. Heç nə 5 yox. olur da yəqin ki bunlar. 5 skorusdur. Bütün hamısı razdat qazat, hamısı 4'ü də işləyir. çəkir. Hamısı. İstədiyin vaxt Pulsat qoşa eləyirsən, bilirsən. hamısı işləyir. Səs yoxdur ki diferlərdə. Heç nə yoxdur, yox. Tərtəmizdir. Altı yaxşıdır. Salamatdır. Maşında Deyirəm dağa daşa, yaxud yük hər yollar, şey, nəsə hər zədəl şey, yerlər. yox, yox. Hər şey gözəldir. Heç bir Maşınınızın dərəcə altı yaxşı. Peredokda səs-küy yoxdur. yoxdur, heç nə. Alan Təkərlərdəki adam sürüb baxa bilər. Təkərləri də yaxşı təkərdəndir, yaxşı bahalı təkərlərdir. təkərlər. Xoşum gəldi təkərlər. Bəli, bahalı təkərlərdir. Dəyişiləni bilmədiniz. Qapı, Kondisioner krel, yox valla. Bizdə heç nə. kraska bəs necə? Kraska vurulubdur maşın. Tam Bizdən kraskalama? qabaq vurulub, bəli. Əlbət tam olar da, yəni kraska dəyibdir. Bizdə yox. Üstündən elə bilirəm ki, bozaran yeri var yenə də. Var, bəlkə də üstü heç kraskalanmayıb. Olar, hə, Aşağı bəlkə də kraskalanıb. Bax belə
Aynaları bilmirəm. təmizdir, bircə dənə sədəf boyda çox cüzi bir çıtdağı var. Var, hə, onun belə aynasında. hə, bir dənə toskası Şitin var. üstü təmizdir. Tərtəmiz. Yoxdur də. Yoxdur, yox. Parça salon, oturacaqlar Parça salondur, parçadır. bəli. hə. Cırığı, söküyü, çöküntüsü. Yoxdur, yox. Yoxdur. Biraz köhnəlib, amma cırığı zadı yoxdur. Aynalarda düymə ilə qalxır. Tamam, dördü də. İşləyirlər. Dördü də düymə ilə işləyir, kondisioner Kondisioner işləyir. necə? Yaxşı İşləyir, işləyir. super. Qəşəng. Yanacağını da deyin də elə bu arada. Yanacağı vallah bunun trasta deyir 5 yarımdır. 5 yarım. 5 yarım yandı. Bəli, şəhər içi 8-9 belə yandır, amma trasta normal sürəndə 5 yarım. Bircə dənə maşınımızın bu hissəsində zədə Hə, bir dənə Başqa burası yerdə var yoxsa nəsə? yoxdur, yox. Bir dənə Elə zədəli bir dənə yeri bu oradır, hissədə bəli. də. Ön qapının alt hissəsində. Ay sağ ol, hə, karnınızda. Maşınımızın qiyməti neçə? Maşınımızın qiymətini 19 minə deyirəm, amma 19 minə deyirsiniz, Bəli, endirim də eləyəsiniz. endirimi də var, bəli. Yaxşı. Hara gəlsinlər baxmaq üçün? Mingəçevirdədir maşın. Uğurlar arzu eləyirəm. Çox sağ ol, Allah razı olsun. Siz də sağ olun. Sağ ol. Əmal, Allah xeyir versin. Çox sağ olun, Allah köməyiniz olsun. 015 maşınınızı satırsınız. Bəli. Buyurun məlumat verin bilək necə maşındır? Maşında dəyişən detal yoxdur. Ekran özününkü də əl dəyməyib ekrana. İl nədir maşınımız? 2004 dili. Siz nə vaxtdan işlədirsiniz? Elə zavoddan gələnlər özümüzdə olub. Birbaşa öz adınızda olan maşındır, ha? Yoxsa Əmim gildə olub, oralardan da mən almışam da. 8 ildə məndədir. 8 ildir sizdə. Bəli, bəli. Ay maşallah. 1.5 motordur. Necə elə motorun vəziyyətini deyim. Heç bir problem yoxdur motor. Nə zaman yığdırdınız? Yığdırmamışıq. Əl dəyməyib mühərrikinə? Xeyr, xeyr. Yağ azaltması necə? Heç tadı yoxdur. Səsi yaxşı. Hər şey qaydasındadır. Heç bir problem yoxdur. Göründüyü kimi də belə. Dəyişən detalda yoxdur. Korobkada vəziyyət necə? Əla. Atması səsi xeyr, yox. Xeyr, heç tadı yoxdur. Peredokda qranatların səsi, küyü. Heç bir problem yoxdur. Ümumi peredok 8 yaxşı. ildir məndə də heç əl vurmamışam onun qranatına. Nə gözəl. Rahat işlədirsiniz. Əla, yəqin ki. problem yoxdur. Ekranda bayaq deyirsiniz ki, Hə, əl dəymir. əl dəyməyibdir öz ekranı. Bir dənə təkərlər zəifləyib. Hə, təkərlər biraz zəifdir. Pol necədir? 6. Heç bir Çürüməsi zad, yoxdur heç bir ki? şey yoxdur, yox. Dəyişilənlərini də deyin də bizə. Heç bir şey dəyişilməyib, heç bir Zavod- şey. Zavoddan nə gəlib üstündədir. Qapı, krel, kapot, hamısı Heç özünüz. bir, hər şey özününkidir. Kraska vurular amma. Kraska vurulubdur, özüm vurmuşam kraska. Hazırda yoxdur elə biləm kosmetik işi. Xeyr, Yoxdur ki. kosmetik ehtiyacı yoxdur. Zədə yoxdur ki heç bir yerində. Yox, yox. Qəşəng. Aynalar təmizdir. Bir dənə sədəf boyda çıtdağı var. Hə, ola bilər. Əllə mi qalxır yan aynalar? Bəli, əllə qalır. Yox, da şeydir. Knopka ilə, düymə ilə qalır. Düymə ilə. Bəli. Önlər yəqin ki eləmi? Bəli, bəli. Arxalar rüşnoydu. Onlarda knopka ilə qalır. Şitin üstü təmizdir. Sadəcə bir telefon kimidir. tutacağı var, bilmirəm. Altında zədə var yoxsa? Yox, 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 heç tadı yoxdur. Gül kimidir. Oturacaqlar da çuxollanıb təmizdir. Hə, təmiz, səlqəli vəziyyətdədir. Qiymətini də deyin də bizə. Qiyməti 6300. 6-3-ə deyirsiniz. Bəli, bəli. 6000-ə vermək olar, yoxsa 6-dan aşağı düşməyə yer Real yoxdur? yox, altından aşağı yox. Son qiymət 6 olur. Bəli, hə? son qiymət. Hansı rayondasınız? Ağdam rayon. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Allah köməyiniz olsun. Siz də sağ olun. Təşəkkürlər. Sağ olun. Rezində qaldırarsınız. Rezini birdən qaldırın zəhmət olmasa. Xeyirli olsun qardaşım. Çox sağ olun, Allah razı olsun. Mercedes 190. Bəli. Buyurun məlumat verin bilək necə maşındır? Maşın super vəziyyətdədir, heç bir problemi yoxdur. Yəni naxat işlək maşındır. İli neçədir? 91. Sizdə nə vaxtdandır? Onlar da bir 3 il falan belə. Etibarnamə belə. yoxsa format olunubdur? Yox, format olunub. Öz adınız olan maşın. Bəli, bəli. Alandan sonra xərc çəkməmisiniz deyəsən, yoxsa İli bilə bir xəç qoymuşuq, sürmüşük də öz işlərimizə. indi Belə, də işləri maşın. çoxdur, ona görə deyirəm. İşləri çoxdan əl gəzdirmədə 91-in maşınıdır. Mühərrik nədir bunlarda? 2, motor 2. Benzindir. Bəli, bəli. Necədir motorun vəziyyəti? Motor özü yaxşıdır. Qara motorlardan 101 gedir. Nə zaman yığdırdınız? Motoru Bəli. motora yığdırmamışıq. Motor yəni problem görməmişik ona görə. Yağ azaltması, səsi, Xeyr, xeyr, heç nə, heç nə. motor yaxşı. Bəli, bəli. Korobkası avtomat, Yox, mexanikadır. mexanikadır, skor. 5 skorusdur. Necədir? Bəli. Atması, səsi yoxdur? Heç nə, heç nə, heç nə. Qətiyyən. Diferdə səs yoxdur. Diferdə yox. Altı yaxşıdır. 6 üstü kimidir. Çürüyüb, pası yoxdur ki? Yox, yox. Peredokda səs küy. Yox, yox. İndi
Nə qədər olmur rezinləri falan dəyişməlidir, amma əldən çıxartmışıq hamısını. Yəni bir dəqiqə heç bir Daş şey yox. kəsərli yolda yəni sürəndə səs Yox, yox, yox. Təkərlərdəki zəif Təkərlərdəki işlətmək olar hələ. işlətmək olar. Dəyişsən gedər Daha də yaxşı indi olur, dəyişsə lap yaxşı olar da. Alan adam dəyişsə lap yaxşı olar. Dəyişən detallarını deyin bizə. Qapı, krel, kapot. Heç bir şey dəyişilməyib. Maşının kuza sistemində heç bir şey dəyişməyib. Aha. Kosmetik işi yoxdur ki. Yox, yox, yox. Ön aynasında çatı var. Dəyişsə daha yaxşı. Bəli, bəli. O Bu hissədən. saatı var, amma Daş mən dəqiq. kuzanın özündə heç bir şey yoxdur. Luk da açıqdır. İşləyir luk. Luku işləyir. İçəridən Yan aynalar əllə qalxır? Yox, yox, sadədir. Əllə qalxır da. Hə. Bəli, bəli. İşti təmizdir, yox. Əldən qalxanda gedəndə çoklandı. Əllə. Knopka ilə deyil. Oturacaqlarda yeyilmə var. Sürücü tərəfində var, sərnişin Onlara tərəfində. üzdük olar, üzdük Üzdənsə çəkmək daha olar. yaxşı görsənlər. Bəli. Əsas bizə maraqlı olan qiymətidir. Ki, bilək bu maşınımızın dəyəri neçədir? Valla belə bir kəlmə qısa konkret elə bir 4 falan olsa verəcəm 4 min. Daha 4-dən aşağı yeri yoxdur. 4-dən aşağı bəlkə də Kondisioner yoxdur razılaşarıq. ki bunda? Kondisioner yox, sadədir. Sadədir. Hə. Görmək istəyən hara gəlsin? Hansı rayondasınız? Maşın imişli olur. Uğurlar arzu edirəm. Sağ olun, Allah köməyiniz olsun. İmişdən çoxdur mənim izləyəcəyim. Salam göndərirəm buradan. Sağ olun, Allah Bütün köməyiniz izləyicilərimə olsun. salam Allah razı göndərirəm. olsun. Sağ olun. Allah can sağlığı versin hamımıza. Sağ olun. Əksinə qaldırardın, altını görərdik. Hə. Bunun kapotunu da qaldıra bilərsən, motorxanasını çəkək. Kapotun qaldır, motorxanasını da çəkək. Salam, nətərsən hə?